evdəkilər qulaq asmayın. Bizim Nigar'la aramızda içində davadır. Hərdən bir neçə dostu sildiyim bir çox sənət adamlarımız eqoludur. Siz nəyi belə bilmirsiniz? Baxıram, ürəyim sıxılır özümdən. Keyfiyyətsiz, zövqsüz həm musiqini, həm söhbətləri göstərən insanlar və buna icazə verən insanlar mən rədd eləyirəm belə təklifləri və insanları. Ümumiyyətlə, Eldar üçün yaradıcılıqda qırmızı xətt nədir? 5000 dollara açki almışam özüm üçün və bu... Salam, hər vaxtınız xeyir olsun. Ulduzlu Saatı izləyirsiniz. Bugünkü qonağımız sevilən müğənni, aktyor, aparıcı, eyni zamanda diplomat da demək olar, Eldar Qasımovdur. Xoş gördük Eldar bəy sizi. Xoş gördük. Necəsiz? Çox əlayam. Yaydayıq artıq. Yəni, əhvalım çox gözəldir. Ən sevdiyim fəsildir. Bu günlərdə doğum gününüzü qeyd etdiniz. Sənət adamları yaşın artmasından, zamanın sürətlə keçməsindən biraz qorxurlar. Siz necə? Əvvəllər mənim üçün biraz qorxuducu gəlirdi ki, yaş üstə yaş gəlir filan və daha çox məsuliyyətli hiss eləyirdim özümü, bilmirdim nə olacaq, necə olacaq. Amma son zamanlar tam başqa cür fikirləşməyə başladım. Düşünürəm ki, adamın içində bir rahatlıq olanda gələcək üçün, ətrafı üçün mümkün şəkildə də özünü daha yaxşı hiss edir, daha gözəl yerdə hiss eləyirsən. Anlayanda ki, heç kəsə heç nəyi sübut etməyə artıq lazım deyil, bu bir dinclik, sakitlik gətirir içində və fikirləşirəm ki, əgər biz zahiri görünüşdən danışırıqsa, bu yaş artdıqca filan, ən seksual şey mənim üçün rahatlıqdır, insanın daxilində olan rahatlıqdır. Bu daha da özü güvən verir, daha da yaxşı enerji verir və bu enerjini sən ötürürsən. Uşaq vaxtı doğum günlərimizi səbirsizliklə gözləyirdik, həyəcanlanırdıq. Həmin günləri düşünəndə hansı xatirəniz sizin üçün çox doğmadır? Uşaqlıq ad günlərim çox gözəl keçirdi. Hər şey evdə baş verirdi əlbəttə ki. Məktəb yoldaşlarımı, sinif yoldaşlarımı çağırırdıq, dostlarımı çağırırdıq. Evdə biş, düş, süfrə çox bol idi və hisslər tam başqa idi. Mən hərdən bunu müqayisə eləməyə xoşlayıram. Necə əvvəllər var idi, necə indi baş verir həm məndə, həm ətrafda olan insanlarda. Və hal-hazırda deyə bilərəm ki, indiki ad günlərim daha çox hesabata oxşayır. Çünki kimlərsə gedir, kimlərsə qalır. Nə əldə etdim, nə itirdim bu il ərzində. Elə suallara özünüz cavab verin. Hə, yəni bir il ərzində bilmirəm, bir neçə dostu sildim, bir neçə dost bəlkə məni sildi. Qarşılıqlı olaraq pis xüsusiyyətlərimdən çalışıram ki, onları rədd eləyim. Misal üçün, hərdən çox tənbəl oluram və bu xüsusiyyəti heç sevmirəm özümdə və hər keçən ildə mən özümə söz verirəm ki, növbəti ad günümə qədər mən bunu eləyəcəm, çünki tənbəl olmayacağam, amma hələ ki yavaş-yavaş addımlarla irəliləyirəm. Bəs bu hesabatınızda özünüzə nəyi söz verdiniz? Xoşbəxt olum. Xoşbəxt deyilsiniz? Xoşbəxtlik mənim üçün bir andır və balaca hissələrdən ibarət olan bir şeydir. Çünki insan mütəmadi olaraq xoşbəxt olsa, o dəli olar. Dəli insan mütəmadi olaraq xoşbəxtdir. Ümumiyyətlə, sənət adamında mütəmadi xoşbəxtlik deyilən bir şey yoxdur. Çünki sənət adamı yaratmaq üçün həmişə əzab çəkməlidir, həmişə ağrımalıdır, belə deyim. Çox vaxt deyirlər ki, sənətkar ailəsində böyüyən uşaqlar uşaqlığını pərdə arxası, qrim otaqlarında keçirir. Siz o günləri necə xatırlayırsınız? Elədir ki, var. Uşaq yaşlarımdan nənəmin teatrında demək olar ki, qalırdım. Çünki kulis arxası mənə həmişə daha maraqlı gəlirdi, nəinki səhnədə baş verənlər. Çünki əsas möcüzə orada baş verirdi. Məyusluq da orada, birinci məyusluğum da orada idi.
əslində. Çünki mən səhnədə gözəlliyi görüb, o dekorasiyalar, o geyimlər filan görüb, səhnə arxasında birinci dəfə keçəndə, indiyə qədər yadımda 5 ya 6 yaşım var idi, bilmirəm yadımda deyil indi, amma girdim və gördüm ki, bu qoca qarılar adi insanlara çevrilir, bu doğuşanlar, daha sonra nənəm Gənc Tamaşaçılar Teatrında ömrünün sonuna qədər çalışırdı və mən ora gedirdim daha çox və o doğuşanlar, o ağaclar adi insanlara çevrilir orada. Sehir yox olur yəni. Və mən bu sehri, bu möcüzəni onun arxasında itirdiyini gördüm. Yəni səhnənin itirdiyini gördüm. Amma daha sonra fikirləşməyə başladım ki, yox, əsas möcüzə, əsas sehir o dəhlizlərdən ki, o qapıdan ki səhnəyə keçirsən və tam başqa bir surət yaradırsan, obraz yaradırsan, bu artıq mənim üçün bir seyr idi. Səhnədə olan seyr. Çox alışdım. Həm qrim otaqlarına, həm bu geyimlərə, filan, beşməkan, yəni o teatr həyatına, səhnə həyatına. Halbuki səhnənin özündə dayanmasam da belə, amma qıraqdan çox izləyirdim. Bunun çox müsbət tərəfləri var əlbəttə ki, amma mənfi də tərəfləri var. Deyim sizə, çünki uşaqlıqdan səhnə baxımından tez böyüyürsən. Başa düşürsən ki, bütün bu alqışlar da mütəmadidir. Yox, pardon, mütəmadi deyil, pardon, sözü müvəqqətidir, hə. Sonra şeylərdir. Nənənizdən söz düşmüşkən, bir dəfə demişsiniz ki, Avroviziyada iştirak edənə qədər nənəm bu sənətə gəlməyimi istəmirdi. Deyirdi ki, bu sənət vəfasızdır, ömrünü fəda edirsən, sonda səni nəyin gözlədiyini bilmirsən. İllər keçdikcə nənənizin bu sözləri ilə razılaşırsınız? Əfsuslar olsun ki, hə. Çox razılaşıram. Çox uzaq görən bir qadın idi. Və fikirləşirəm ki, bu sənətdə əgər sən sənəti özündən çox, ətrafından çox sevməsən, bu sənət sənə heç nə verməyəcək. Sən bu sənətlə yaşamalısan. Sən həyatını fəda eləməlisən deyirlər. Fəda verməlisən, fəda eləməlisən. Və əfsuslar olsun ki, sən verdiyin qədər sənə heç vaxt qayıtmır. Çünki heç kəs bilmir sən nəyi qoyursan, ürəyi necə açırsan bu sənətə, bu insanlara. Ona görə də mən hal-hazırda daha çox daxili rahatlığıma fokuslaşmağa çalışıram. Çünki günün sonunda, yenə də dediyim kimi, bütün alqışlar bitəndən sonra sən özünlə tək qalırsan. Hamımız tək qalacağıq sonunda. Təklikdən qorxursunuz? Yox. Əkizlər bürcüyəm. Özümü həm təklikdə, həm cəmlikdə, belə demək olarsa, çox rahat hiss eləyirəm. Özümə təklikdə də, cəmlikdə də, belə demək olarsa, iş tapa bilirəm. Nə ilənsə məşğulam. Çalışıram ki, tarazlığı saxlayım yenə də. Bu arada Avroviziyadan söhbət düşmüşkən, bu sualı verməsəm olmaz. 4 ildir ki, artıq Azərbaycan finala vəsiqə qazana bilmir. Səbəbi nədə görürsünüz? Mən fikirləşirəm ki, səbəbi axtarmaq lazım deyil. Düşünürəm ki, başqa yanaşma eləmək lazımdır. Daha çox seçimlər keçirmək lazımdır. Düşünürəm ki, musiqi düşərgələrini etmək lazımdır. Xaricdən müəllifləri çağırmaq lazımdır. Bizim müəlliflərimizi çağırmaq lazımdır. Eyni mühitdə olsunlar, bir neçə mahnı yazsınlar, ifaçını tapıb, yaxşı ifaçını tapıb, ifaçıya bu mahnıları təqdim eləmək lazımdır. Açıq seçim ola bilər. Yanaşmanı dəyişib, düzgün bir yol seçmək lazımdır. Hal-hazırda Eurovision çox dəyişilib. Bu sadəcə gözəl musiqi, möhtəşəm performans deyil. Bu həm də ünsiyyətdir, həm də PR-dır, həm öz nüfuzunu göstərmək bacarığıdır və yenə də düşünürəm ki, əgər biz formatı dəyişsək, maraqlı bir nəticəyə gələ bilərik.
Çox vaxt sənətçilər illər keçsə də eyni uğurla xatırlanmaqdan yorulurlar. Sizdə necədir? Yəni Eldar Qasımov deyəndə daha çox Avroviziyadan ya da o uğurunuzla xatırlanırsınız. Bu sizə xoşdur, yoxsa artıq deyirsiniz ki, yeni işlərimlə xatırlanım daha çox? Axı mən necə Eurovisionu öz hekayəmdən, ya da Running Scared-i öz hekayəmdən silə bilərəm, ya da onu unuda bilərəm. Bu əlbəttə ki, məni zirvələrə gətirən bir məqam idi, hekayə idi və düşünürəm, istəyirəm ki, ömrümün sonuna qədər mənimlə olsun. Əlbəttə ki, başqa işlərdə olsun, amma o işi üstüləmək çiyinlərimin üzərində ən çətin işlərdən biridir. Ən çətin tapşırıqlardan daha doğrusu biridir. Mahnını yenə ifa edəndə və yaxud da eşidəndə ilk günkü həyəcanı yaşayırsınız? Yox, səmimi olum, ilk günkü həyəcanı yaşamıram. Çünki o qədər də stres yoxdur, o qədər bilmirəm, yəni sıxılmıram mən. Amma hərdən elə olur ki, o qədər çox oxuyuruq ki, hərdən sözlər də yadımdan çıxır. Təsəvvür eləyin ki, bu belə olur axı insanlarda ki, sən çox bir şeiri çox oxuyursan, sonra məktəbə gedirsən və yadından çıxır bir sətir. Bu eyni hal yaşayıram hərdən. Hərdən bezirik, amma böyük səhnələrə çıxanda əlbəttə ki, Avropa səhnələrinə ya da Azərbaycanda möhtəbər tədbirlər keçirəndə, o mahnını oxuyanda əlbəttə ki, bu həyəcan basır. Çünki yenə də özümüzü təmsil etmiş kimi hiss eləyirik o səhnələrdə. Təbii ki, o səhnədən söhbət düşürsə, Nigar Camal barədə də danışırıq. Münasibətiniz necədir? Çox əladır. Bizim Nigarla aramızda elə bir münasibət, ünsiyyət var ki, biz bir-birimizə heç nə sübut eləmirik. Biz illər öncə, 15 il bundan qabaq qələbəni əldə elədik və belə demək olarsa tarixə yazıldıq. Və biz artıq bunu bir yerdə yaşayırıq. Sona qədər də belə olacaq. Düşünürəm, fikirləşirəm, əmin olmaq istəyirəm. Ay Nigar. Və belə, ona görə də biz dostuq. Dostuq, həmkarıq, qonşuyuq. Bəli. Bir-birimizin yanına ərzaqlarla gəldik. Nigar, bir günləri sən pişirirsən. Eldar, bir günləri mən deyirəm ki, ay Nigar, mən ancaq sasikə pişirəm, popkorn eləyə bilərəm sənin üçün. Çay süzə bilərəm. Onu da hərdən eləyirəm. Bəli. Avroviziyadan sonra xaricə köçmək, yaşamaq, orada çalışmaq, yəni karyeranızı orada qurmaq imkanlarınız çox idi. Azərbaycanda yaşamaq və çalışmaq yaradıcı baxımdan sizi sıxırmı? Gəlin səmimi olum, əlbəttə ki, sıxır. Fikirləşirəm ki, mənim verə biləcəyim, səhnəyə verə biləcəyim, yaradıcılıqla göstərə biləcəyim çoxdur. Hərdən miqyaslar çox fərqlidir və Avroviziyaya gedəndən sonra, orada iştirak eləyəndən sonra, mühiti görəndən, səhnəni görəndən sonra, peşəkarlığı görəndən sonra qayıdırsan və bu təkcə məndə yox, çoxlu həm bizim təmsilçilərimizdə, həm də xaricdə yaşayan Avropa təmsilçilərində də var bir çoxsunda, çünki ünsiyyətdə əlaqə var və mən onlardan soruşuram. Biz tədbirlərdə görüşəndə onlar da onu təsdiqləyirlər ki, qaydanda tam başqa bir mühit görürsən, yanaşma görürsən və miqyaslar başqadır. Əlbəttə ki, istərdim ki, tam başqa olsun. Amma ora köçüb, orada işləmək yox, mən istərdim ki, burada bu miqyaslar olsun. Çünki bura mənim üçün daha səmimidir. İnsanlarla ünsiyyət qurmaq mənə daha səmimi gəlir. Hər yerdə rahatdır. Burada da rahatdır, orada da rahatdır. Amma səmimiyyət baxımından bura daha çox uyğundur mənə. Diplomat, aktyor, aparıcı, bu sahələrdən hansında özünüzü və təbii ki, müğənni, hansında özünüzü insanlara daha yaxın hiss edirsiniz? Müğənni kimi mənə qulaq asırlar. Aparıcı kimi mən qulaq asıram. Aktyor kimi həm qulaq asıram, həm də qulaq astırıram. Diplomat da hər bir işdə bir diplomat hissəm var, düşünürəm.
Çünki insanlarla mütəmadi olaraq ünsiyyətdə olanda və insanları anlamağa çalışanda və nəsə anlatmağa çalışanda mütləq ki, bu xüsusiyyətlərdən istifadə, yəni diplomat xüsusiyyətlərindən istifadə etməliyəm. Ona görə düşünürəm ki, hərəsindən bir faiz baxımından götürsəm, vahid şəkildə bir eldar surəti olacaq. Amma əlbəttə ki, özümüz səhnədə, əgər səhnədən danışırıqsa, müğənni kimi daha rahat hiss edirəm. Çünki itirirəm özümü səhnədə, yaxşı mənada. Diplomatiya soyuqqanlılıq tələb edir, qaydalar soyuqqanlılıq tələb edir. Musiqi isə o duyğulardan, o çərçivələri qırmaqdan ibarətdir. Bəs müğənni Eldarla diplomat Eldar arasında ziddiyyət olur? Nəinki ziddiyyət, mən deyərdim ki, davadır, içimdə davadır. Hərdən oturub kiməsə qulaq asıram, ya hansı bir xəbərlər çıxır filan, mənim haqqımda nəsə deyiblər, ya da nəsə də. İçimdə olan Eldar deyir ki, müğənni Eldar deyir ki, çıx, ağzıva gələndə denən, danış ginən, onsuz da bilirsən, onsuz da yəni hər şey açıb tökə bilərsən də, insanlar da həqiqəti görsünlər. Diplomat da deyir ki, sus, eləmə, təmkinli ol, vaxtı gələndə üzünə deyərsən. Və hər iki şəxsiyyət içində çox böyük bir savaşdadır əslində. Bilmirəm bu nədəndir. Çox güman ki, əkizlər bürcündən olduğum üçün. Ona görə də mən belə hallarda çalışıram ki, ətrafdakılarımla, ən yaxın insanlarımla məsləhətləşim. Siz dediniz, amma sizin adınızı çox qalmaqallarda və s. elə də eşitmirik. Sakit, elə təmkinli insan kimi görünürsünüz. Belə çıxır ki, bacarırsınız da o diplomat kimi o istifadə etməyi. Yəni, mən hərdən olurdu, hərdən kimsə danışır, kimsə nəsə deyir. Ona qayıtmayaq, amma kimsə nəsə deyə bilər, ya üstü örtülü nəsə kimsə çatdıra bilər. Ya sosial media vasitəsilə, ya kütləvi informasiya vasitəsilə. Və mən artıq baxıram da, yəni bu insana cavab verməyə dəyərmi ya yox. Əgər sözlərində əgər görürəm ki, bu insan ağıllıdır, insan yəni düşünməyə malik bir insan, məxluqdur və sadəcə məni düz tərəfdən görmür, ya da mənim hansısa bir hərəkətimi görüb onu düzgün yerə yozmayıbsa, mən cavab verirəm və çalışıram ki, insanı və insanları başqa yerə istiqamətləndirim. Mən istədiyim və mən olduğum yerə istiqamətləndirim. Amma əgər görürəmsə ki, hype yığır, nəsə özü üçün reklam eləmək istəyir bu skandallarla filan, məndən yox skandallarla filanla, onda mən artıq fikirləşirəm ki, yəni deş dəyməz. Nəyə görə? Mən gedim evdəkilərlə vaxtımı keçirim, pişiyimi tumarlayım. Bu daha mənə rahat gəlir. Düşünək ki, iki məşhur sənətçi arasında qalmaqal baş verib və sizdən də... Bax, bunu sevirəm. Qıraqdan baxmağı sevirəm. Seyr eləməyi çox sevirəm. Qırın bir-birimizi. Sizdən də bir diplomat kimi xahiş olunur ki, onları barışdırasınız. Hansı diplomatik strategiyadan istifadə edərsiniz? Birincisi baxaram bu hansı məşhurlardır. Əgər boşdularsa, əgər mənə maraqlı deyirlərsə, yenə də deyəcəm, qırın bir-birimizi. Mən də qıraqdan baxım, seyr edeyim, popcornumu da yeyim. Amma əgər mənə yaxın insanlardır, əgər onların xətirlərini istəyirəmsə, birincisi mən onların hər ikisini sakitləşdirərəm. Çünki sakit olmayan insan o anda çox pis sözlər deyə bilər. Çünki bu egonun qızışmasından irəli gələn bir şeydir və bir çox sənət adamlarımız egoludur. Yəni həddən ziyadə egoludur. Lazım olmayanda da belə. Və heç nə deyirlər onu? Heç olmayan yerdə də bu egolardan istifadə eləyirlər ya da sadəcə göstərməyə çalışırlar və mən sakitləşdirərdim və insanlar sakitləşəndən sonra artıq bir-birinin yanına gətirərdim, deyəcəkdim ki, yəni
siz nəyi bölüşürsünüz? Nəyi bölə bilmirsiniz? Eyni xəmirdən yoğrulmusunuz da, gedin, işləyin. Olub elə bir yaxın sənət dostunuz ki, demisiniz ki, etmə bu qalmaqalı sənə yaraşmır ya da... Əlbəttə ki, Nigarə də demişəm, başqa sənət dostlarıma da demişəm ki, bəsdir, cavab vermə, eləmə, lazım deyil. Dinləyirlər sizi. Bəzən, ya da dinlənməyib, 10 gündən sonra gəlib deyirlər ki, gərək eləməzdim, lazım deyildi. Aktyorluq fəaliyyətinizdən də istəyirəm danışaq. Qorxma mən səni deyəm, 1919 filmində bir çox məşhur aktyorla birlikdə rol almışsınız filmdə. Ümumi filmin ab-havasından danışaq. Birincisi onu deyim ki, film möhtəşəm filmdir. Rənglər, filan, çox gözəldir və neçə ay ərzində biz çəkilmişdik. Mən hətta mənim birinci ekran işim idi də, yəni böyük film ekran işim idi və hələ ki heç nə bilmirdim. Halbuki nənəm hələ ki sağ idi və onunla məsləhətləşirdim filan və mən olmayan səhnələrdə də hətta gedirdim ora, baxırdım necə ki o aktyorlar, peşəkar aktyorlar oynayırlar. Təcrübə sancıqçama yığırdım sadəcə. İndi isə baxanda illər ötdükcə, çünki mən baxmıram, öz işlərimə o qədər də baxmıram. Sadəcə təhlil eləmək üçün baxıram, amma sevmirəm də. Yəni bəlkə Eurovisionda olan ifama 2-3 dəfə baxmışam cəmisi. Yəni 15 il ərzində. Yəni rolunuzu zəif... Baxıram və ürəyim sıxılır özümdən. Deyirsiniz ki, daha yaxşı ola bilər. Bəs bu sözü daha yaxşı deyə bilərdin. Bəs bu söz təbii, səmimi gəlmir axı. Sən nə rejissora o vaxt demədin ki, ay Yuli müəllim, bu yəni insan belə danışmır. Yəni yazılı şəkildə başqadır. Mən də bunu başqa cür demək istəyirəm. Amma nə yazılıbsa, mənim gözlərim o qədər yəni bağlı idi. Mən çox istəyirdim o filmdə olum, çəkilim ki, hər şeyə razı idim. Və bütün bu sözləri, halbuki peşəkar aktyor bəlkə də onu çox yaxşı oynayardı. Sadəcə mən baxıram, deyirəm ki, yox, yəni bu nədir? Başqa cür oynayardım mən hal-hazırda. Ona görə də mən indi də yaxşı təklifləri gözləyirəm və axtarıram daha doğrusu. Bu arada manyak qatil rollarını istədiyinizi demişsiniz. Necə belə negativ rollar, mənfi obrazları adətən çox adam istəmir. Sizi nə cəlb edir? Bilirsiniz, çünki onların, bu manyakların, qatillərin, istər tarixi, yəni tarixdə olan insanların ya da yazılmış personajların psixikası mənim üçün çox maraqlıdır. Onların bu qaranlıq, tünd tərəflərini, içində olan tünd tərəflərini mən araşdırmaq istəyirəm, yəni bir aktyor olaraq və insanlara çatdırmaq istəyirəm və düşünürəm ki, yaxşı insanlı, yaxşı surətlər hərdən çox steril yazılır, səmimi gəlmir, çox steril, yəni var və mən özümdən sıxılır, çünki hər kəs yaxınlaşıb deyir ki, nə yaxşı oğlandı, nə yaxşı oğlandı, nə şirin, nə bilməm, mən də özüm sıxılıram bundan, deyirəm ki, siz evdəkilərimdən soruşun, mən onların başlarına nə oyun açıram, qaçırlar məndən, deyirlər ki, ay Allah. Amma yenə də mən çalışıram ki, insanlara qarşı, adi həyatımda insanlara qarşı təmkinli və dürüst olum. Ekranda isə manyak olsam da okeydir. Keçək musiqiyə. Dünyanı dəyişmə imkanım olsaydı, Azərbaycanda bayağı mahnıları silərdim. Belə bir fikriniz var. Bununla necə mübarizə aparmaq lazımdır? Yaxşı sualdır. Mübarizə aparmaq lazımdır. Mütləq ki. Amma onu bu musiqiyə qadağa qoymaqla yox. Mən düşünürəm ki, nəyəsə qadağa qoyursansa, o daha çox populyarlaşır, məşhurlaşır. Çünki hətta misal üçün mənə deyəndə ki, mən adətən düşünürəm ki, mən normal musiqiyə, zövqlü musiqiyə qulaq asıram, həm xarici, həm Azərbaycan musiqisinə qulaq asıram. Amma hərdən hansısa bir mahnılar çıxır axmaq adlarla. Və hamı qulaq asır, deyirlər ki, bu çox pis, bu şey mahnıdır. Heç kəsə lazım olmayan, bilmirəm, özümə maraqlı gəlir. Giyirəm TikToka, Instagrama yazıram adını, baxıram,
nədir bu? Və bu ona şey yaradır. Adı nədir onun? Yəni baxış yaradır. Düşünürəm ki, mahnıları ümumiyyətlə belə bir bayağı incə sənəti, bayağı da söz o qədər də xoşa gəlməz deyil. Bir zövqsüz deyərdim də. Müasir zövqə yaraşmayan deyərdim. O mahnıların yanına alternativ seçim vermək lazımdır. Sən misal üçün kanal rəhbərisən, sən bunu göstərirsənsə, okey, pul qazanırsan. Burada isə başqasının keyfiyyəti göstər. Əgər sən bunu görürsənsə, əgər sən bu keyfiyyəti görmürsənsə, sən ümumiyyətlə orada oturmamalısan. Və düşünürəm ki, öz efirlərində bu keyfiyyətsiz, zövqsüz həm musiqini, həm söhbətləri göstərən insanlar və buna icazə verən insanlar əlbəttə ki, millətimizin içində bir soyqırım eləyirlər. Bizim mədəniyyətimizin soyqırımını eləyirlər. Çünki uşaqlar görürlər, tam başqa bir musiqi üzərində böyüyürlər, tam başqa söhbətlər üzərində böyüyürlər. Bu söhbətləri televiziyadan, ya YouTube-dan, ya hardansa gətirirlər öz ətraflarına. Və bu yavaş-yavaş bürüyür. Artıq bir nəsil keçməlidir ki, yenə də biz hansı bir gözəl mühit yaradaq. Fikirləşirəm ki, sadəcə və sadəcə zövqlü, keyfiyyətli və standartları yüksək olan alternativ gəlməlidir hər yerdə. Ki, insanlar seçə bilsin. Buna görə efirlərə çox çıxmırsınız. Çıxmıram. Maraqsızdır. Bilirsiniz, çıxıram hərdən. Elə suallar, yəni boş suallar verirlər. Bu həyata yenidən gəlsəydiniz, kim olardınız, nə edərdiniz? Yenə də musiqi ilə məşğul olardınız filan beşməkan. Çox bəsit suallardır və düşünürəm ki, efirlər məni insanlara daha gözəl tərəfdən açmalıdır. Çünki bu həm jurnalistin işidir, həm də mənim işimdir. Ki, insanlar məni daha gözəl tərəfdən, daha başqa tərəflərdən görsünlər. Nəsə özlərinə götürə bilsinlər, öyrənə bilsinlər. Mən də öyrənim. Və indi isə efirlər, onlar daha çox qalmaqal, toqquşma arxasıca qaçırlar. Çalışırlar ki, misal üçün, Eldarı hansı bir məkanda sərxoş halda tutsunlar, söz soruşsunlar, Eldar da nəsə desin, daha sonra ondan bir qalmaqal eləsinlər filan beşməkan. Ona görə də mən sevmirəm. Əgər sən özünə jurnalist deyirsənsə, böyük bir nəşr deyirsənsə, belə demək olarsa, sən bu sarı pres hərəkətlərinə keçməməlisən. Səs Azərbaycan yarışmasında ustad, münsif kimi yer aldınız. Komandanızda olan tələbələriniz deyək də, onlarla münasibətiniz necədir? Həmkar kimi siz səhnədə yoxsa hələ də ustadlıq edirsiniz? Çox əla. Mən onlara heç vaxt usta gözlərimlə baxmamışam, hətta orada olanda. Mən artıq həmkar kimi baxırdım onlara, indi də həmkar kimi baxıram. Çox möhtəşəmdir. Həm takibləşirik, həm danışırıq, həm mən onlara məsləhət verirəm, onlar mənə məsləhət verir, lazım olur. Mən çox sevirəm onları. Çox həm istedadlıdırlar, həm səmimidirlər və mən bunu çox sevirəm. Elə bir sənətdəyik ki, hər gün yenidən başlayırıq, hamımız. Elə bir sənətçi varmı ki, sizə duet təklif edib, sadəcə musiqi zövqünüz və ya prinsipləriniz üst-üstə düşmədiyinə görə yox demisiniz? Var, olmuşdu. Bir neçə nəfər olmuşdu. Onun adlarını etikaya görə açıqlamayacağam, amma bir neçə nəfər olmuşdu və onlara görə yox, sadəcə mahnı o qədər də zövqümcə deyildi və biz yenə də bir axtarışdayıq. Mən söz verdim ki, biz mənə də, ona da uyğun bir mahnı seçək və bir gözəl iş ərsəyə gətirək. Amma əlbəttə ki, var. Hərdən enerji, bilirsiniz, mahnıya qulaq asanda ya da insana baxan, insanla ünsiyyət quranda bir enerjimiz eyni yerə getməyəndə ya da eyni yerdən qidalanmırsa, mən rədd eləyirəm belə təklifləri və insanları. Ümumiyyətlə, Eldar üçün yaradıcılıqda qırmızı xətt nədir? Yalan. Bəzən mənim yaradıcılıq demək olarsa,
bəzən mənim komandamda olan insanlar deyirlər ki, sən gərək biraz şişirt. Deyirlər ki, bunu şişirt, bunu belə denən, bunu elə denən. Mən baxıb deyirəm ki, axı mən yəni burada belə biraz şişirsəm, türki məsələ burada biraz şişirsəm filan beşməkan sonra mən gəlib güzgüdə özümü tanımayacağam. Çünki başqa bir insan olacağam. Ona görə də mən yalan, çox güman ki, həm musiqimdə, mahnılarımda, həm də müsahibələrimdə yalan mənim üçün qırmızı xəttdir dediyiniz kimi. Sənət adamları tez-tez yaradıcılıq böhranı və ya depressiyaya düşürlər, belə deyək. Heç olub ki, studiyaya girmək, mahnı oxumaq belə istəməmisiniz? Olub, əlbəttə olub. Amma olub, dəfələrlə olub. Studiyada, hətta studiya məni gözləyir, mən zəng eləyirəm, deyirəm ki, yox, mən gəlməyəcəm bu günlər, sabahları da gəlməyəcəm. Sabah gəlir, deyir ki, sabah gəlirsən, yox, sabah gəlməyəcəm. Çünki mənim üçün ümumiyyətlə zəhləm gedir studiyada işləməkdən. Çünki insanları görmürəm. Hərdən bir-iki dostumu çağırıram ki, orada otursunlar, yəni başı çıxmasın musiqidən. Sadəcə alqışlasın ya da desin ki, bu nədir? Adi tamaşaçı kimi. Bu mənə çox vacibdir. Canlı oxumaq, insanları görmək, ünsiyyət qurmaq, danışmaq filan beşməkan mənə daha maraqlıdır, nəinki studiyada işləmək. Çox çətindir, şəxsən mənim üçün. Və bu emosiyaları içimdə axtarıb mikrofona yönəltmək, insanlara yox mikrofona yönəltmək 2 qat çətindir. Bilmirəm, bəlkə indi də hansı bir stadiyadayam. Bu depressiyanın stadiyasındayam, amma belə bir söz deyim sizə. Mən axır illər, depressiyada deməyəcəm, bu durğunluqda, sənət durğunluğu, ya içimdə bu gücü tapmıram. Mən sakitliyi sevirəm. Yox olmağı sevirəm. Özüm üçün də yox olmağı sevirəm. Sadəcə özümə həsr edirəm 1-2 günü, daha sonra dostlarımla və yavaş-yavaş həyata qayıtmağa başlayıram. Stilinizə görə zaman-zaman olur ki, tənqid edilmisiniz. Azərbaycanda kişi sənətçi geyimi ilə nə dərəcədə azad ola bilir? Hələ ki düşünürəm ki, hələ ki bizdə kişi sənətçisi səhnədə daha çox, xüsusilə də geyim baxımından daha çox təhlükəsizlik, özünə təhlükəsizlik yaratmağa çalışır. Kostyum, pencək, şalvar filan, beşməkan və mən bunu tam olaraq anlayıram. Çünki toylar var, toylarda insanlar daha çox kostyumda dayanan bəy müğənnisini görmək istəyirlər. Amma sənət şəxsən mənim üçün, yəni başqalarının işinə girişmirəm, hər kəsin öz işidir. Amma şəxsən mənim üçün sənət bu həmişə riskdir və olmalıdır. Yaradıcılıqda və göz qarşısında olan insanlar zövqlərini biraz şişirdib insanlara çatdırmalıdırlar. Mən sevirəm gözəl görsənməyə, yaxşı geyinməyə, hansısa qeyri-adiliyi səhnəyə gətirməyə geyimlərimlə. Maraqlı olmalısan. Çünki bəsitləşəndə artıq heç kəsə maraqlı deyilsən. Son zamanlar geyim və ya aksesuara ağlasığmaz dərəcədə pul xərclədiyiniz hansı əşyanız olub? Son zamanlar yox, amma əvvəl olmuşdu eynəklərə. Halbuki mən eynəklərlə mənim ümumiyyətlə heç bir sevgim yoxdur. Bir-birimizin arasında yəni ünsiyyət münasibət çox pisdir. Çünki ya onların üstünə otururam, ya hardasa itirirəm. Ona görə də mən müəyyən bir vaxtdan sonra çox bahalı eynəklər almıram. Amma bir vaxt olmuşdu ki, mən evdəkilər qulaq asmayın, $5.000 açki almışam özüm üçün və bu aksesuar olaraq yox, yəni harasa geyəcəm filan, beşməkan geyinəcəm. Daha çox özüm üçün, rahatlığım üçün bunu alıram. Yəni birisi ilə münasibətlərim bitdi, özümü çox pis hiss eləyirdim və tez qaçdım, aldım. Dedim ki, özümə bir hədiyyə eləyim.
Hərdən belə bir şeylər olur məndə. O məsələdə evdəkilər pulu necə xərcləməyinizə, ya deyirlər yığ, biraz çox xərcləmə, qarışırlar. Hə. Əlbəttə ki, yəni bütün valideynlər kimi mən düşünürəm. Deyirlər yığ, ya yığ deyirlər, ya da sənətə xərclə deyirlər. Mən də çalışıram ki, biraz buraya, biraz buraya, biraz buraya, biraz buraya. Və özümə də hədiyyələri almağı çox sevirəm. Ətrafdakılarıma da. Əsas hədiyyələri alanda mən çalışıram ki, lazım olan şeyləri alım. Az öncə qeyd etdiniz ki, bir ayrılıq yaşadınız, ondan sonra özünüzü hədiyyə ilə, belə deyim də, o motivasiya edirsiniz. Təsəlli verin. Bəli. Müsahibələrinizdən birində demişsiniz ki, evlilik planla olmur və hər zaman arzuladığım qadının tamamilə əksi ilə, yəni qarşılaşıram. O doğru insanı hələ də tapa bilməmişsiniz? Bilmirəm, bəlkə də tapmışam, sadəcə timing elə idi ki, biz eyni... Zamanlama yanlış idi, değil mi? Zamanlama yanlış idi və yəni bilirsiniz, bu iş üçün, bu kimyadır da, bu iş üçün siz ikiniz də toqquşmalısınız. Hələ ki, bu toqquşma baş verməyib. Bəli. Ümumiyyətlə, bir sənətçi ilə ailə qurmaq qarşı tərəfdən böyük fədakarlıq tələb edir sizə görə. Bəli. Əfsuslar olsun ki, bəli. Bəs siz sevginizə və ya ailəyə görə sənətinizdən qurban verərsiniz? Yox, siz soruşdunuz, mən indi fikirləşdim ki, tamamlayım fikrimi. Mən düşünürəm ki, sevgi, münasibətdə qurbanlıq çox pis şeydir. Hər kəsə yaxşı olmalıdır. Yəni, sən nəyisə qurban verməməlisən və nəyisə qurban tələb eləməməlisən. Qurbanlığı tələb eləməməlisən. Hər şey xoşxalla baş verməlidir. Belə, mən düşünmürəm ki, yəni sənət elə şeydir ki, xüsusilə də mənim yaradıcılığım, ümumiyyətlə müğənni yaradıcılığı sənəti elə şeydir ki, sən həmişə insanlar ətrafında olursan, sən həmişə oraya, o mühitə daha çox, bu sənətə daha çox verirsən, nəinki özünə və ətrafda olan bir qism insanlara. Ona görə də buna hazır olmaq lazımdır. Yanımda olan insanlar buna hazır olmalıdırlar. Çünki siz ondan sizin sənətinizi anlamağı, bacarmağı tələb edəndə ki, yəni anlamalıdır həyatınızdakı insan, o da mümkün... Anlamamalıdır, valla. Yəni, daha doğrusu mən tələb eləmirəm. Əgər o mənim sənətimi anlamırsa, əgər mənim həyat tərzimi anlamırsa, bu o demək deyil ki, ya mən pisəm, tələbkaram, bilmirəm nə, ya o pis deyə heç anlamır məni. Yox, sadəcə biz uymuruq da, nə deyirlər buna? Alınmayacaq. Hə, biz sadəcə bir-birimizə bir puzzle kimi girmirik. Eldar bəy, sizə təşəkkür edirəm. Çox sağ olun. Suallarımı cavablandırdığınıza görə. Sonda belə bir ənənəmiz var. Ulduzlu Saatın qonağı ürəyindən keçən bir kiçik də olsa ifanı hədiyyə edir. Bunu kiməsə ünvanlaya da bilərsiniz və yaxud da necə istəsəz? Mən albomumdakı, keçən albom çıxmışdı, mən albomumdakı gözəl bir mahnını ifa eləmək istəyirəm, yəni xırda bir parçanı ifa eləmək istəyirəm. Mətanət İskəndərlinin mahnısı Axtarma məni. Sən elə ağlatdın, kör oldu gözüm, çətin bir də gülsün, həsrətdən üzüm, dərdimdən əriyib yox oldum özüm. Mən o mən deyiləm, axtarma məni, solmuş bir güləm, axtarma məni. Kimə göndərdi indi mahnını? Yəni, heç kəsə əslində, amma baxaq da, bəlkə kimsə yazdı ondan sonra, intervyudan sonra. Vallahi axtarıram səni, vallahi, yox axtarmıram. Təşəkkür edirəm, çox Siz sağ olun, çox sağ olun. Sağ olun.